nəşriyyat ədəbiyyat test oxusundan bir neçə testlərə baxarıq Şifahi Xalq Ədəbiyyatı bölməsində. Verilmiş xüsusiyyətlərə görə janrları sxemə əsasən ardıcıllıqla düzün. Hikmətli məzmun daşıyır, həm nəzmlə, həm nəsrlə olur. Variantlara baxdıqca tapmaca, ustadnamə, atalar sözü, ustadnamə, atalar sözü. Biz bilirik ki, ustadnamə də hikmətli söz mənasını daşısa da, amma şeir formasında olur, yəni nəzmlə olur, nəsrlə olmur. Deməli, ustadnamə olan variant çıxaq, tapmacanla çıxaq, bizə lazım olmayacaq. Cavabımız C ya və yaxud da E olacaq. Digər varianta baxaq. Bu janrda əsasən, bu janrda insanlar asanlıqla daşa, ağaca, quşa çevrilir. Deməli, bu bizdə əfsanəni soruşur. Burada olsun atalar sözü, burada olsun əfsanə. Lirik növün ən qədim janrlarındandır. Bu da holavarlar. Çünki əməkçi nəğmələri daha qədim olurlar. Deməli, cavabımız olacaq E variantı. Uyğunsuzluğu müəyyən eləyək. Bizdən uyğunsuzluğu soruşur. Nəzm və nəsr formasında olur. Atalar sözləri yanıltmacılar da hər ikisi nəzm və nəsrdə olur. Bu düzdür. Sehirli qüvvələr insanlara kömək edir. Nağıllarda və əfsanələrdə olur. Düzdür. Hikmətamiz fikir bildirir. Atalar sözləri və məsələlər hikmətli sözlərdir. Düzdür. Analar övladları üçün oxuyurlar. Laylılar və oxşamalar. Laylılar yuxuya gedərkən, oxşamalar isə yuxudan ayılarkən uşağı əzizlənir. Deməli, cavabımız qaldı E variantı. Mövzu və məzmununa görə 4 yerə bölünür. Əfsanələr 4 yerə bölünsə də, nağıllar 3 yerə bölünür. Deməli, səhvdir. Şifahi Xalq Ədəbiyyatında mövcud olan janrlarla bağlı doğru fikri seçin. Nuh Peyğəmbər əsəri Naxçıvanın adı ilə bağlı toponomik əfsanədir. Nuh Peyğəmbər əfsanə deyil, rəvayətdir, səhvdir. Bu fikrimiz biz doğru fikir axtarırıq. Bayatlar həcmdə kiçik olsa da dərin məna ifadə edirlər. Cavabımız elə budur. Yanıltmacılar yumoristik məzmun daşıyan və nəzmlə. Xeyr, bayaq dedik axı, yanıltmacılar həm nəsrlə, həm də nəzmlə olur. Variantımız çıxdı. Nağılların qəhrəmanları bəzən çətinlik qarşısında məğlub duruma düşür. Xeyr, biz bilirik ki, sonda nağıllarda qəhrəman qalib olur, yəni xeyir şər üzərində qələbə qazanır. Tapmacalarda sözün hərfi mənasını əməl gətirdiyi təsvir əsas götürülür. Xeyr, hərfi mənada tapmacaları başa düşə bilmərik. Şifahi Xalq Ədəbiyyatı haqqında yanlış fikri seçin. Azərbaycan folkloru ümumi folklorunun tərkib hissəsidir. Düzdür, bizdən yanlış fikir istəyir. Lirik və epik folklor nümunələri dramatik növə nisbətən daha çox üstün təşkil edir. Düzdür. Bayatlar mövzu və məzmun baxımından bir neçə növə bölünür. Bəli, 3 yerə bölünürlər. Yanıltmacılar xalq arasında bəzən qanadlı sözlər də adlandırılmışdır. Səhvdir. Yanıltmacılar deyil, bu atalar sözü məsələlərdir, üzr istəyirəm. Səhv cavabımız elə dedi. Bəzi nağıllarda həyatda baş verən real hadisələr də təsvir olunur. Bəli, məişət nağıllarında real hadisələr təsvir olunur. Sonra 23-cü suala baxaq. Aşıq yaradıcılığı ilə bağlı geniş yanlış fikri seçin. Aşıq yaradıcılığı mühüm bir xüsusiyyəti dastanlarla bağlıdır. Bəli, dastanlarla bağlıdır. Aşıqlar daha çox qoşma, cəraylı bayatı kimi janrlara müraciət edirlər. Düzdür. Tarixi inkişaf prosesi aşıqlarda müxtəlif adlar verilmişdir. Dədə, Ozan, Yanşaq və Varsaq və s. Düzdür. Aşıq Hüseyin cavan yaradıcı aşıq hesab olunur. Düzdür. Aşıq yaradıcılığı digər yaradıcılıq nümunələri müqayisədə gənc sayılır. Xeyr, aşıq yaradıcılığı dastan yaradıcılığına söykənər. Dastan yaradıcılığı daha qədimdən Şifahi Xalq Ədəbiyyatının janrlarından biridir. Demək, aşıqlar daha qədimdən var imiş. Məntiqə ardıcıllığı tamamlayın. Əl üstə kimin əli, dəsmalı ver, uçdu. Bunlar hamısı oyunlardır. Amma bilirik ki, oyunlar 2 yerə bölünür. Oturaq oyunlar və hərəkət mütəhərrik oyunlar. Bu, əl üstə kimin əli, oturaq oyun. Dəsmalı ver, hərəkətli oyun. Bu, uçdu, oturaq oyun. Deməli, biz nəyi tapacaq? Biz hərəkətli oyunu tapacaq. Deməli, hərəkətli oyunlarda belə yadca saxlayın. D, X adları ilə yadca saxlayın. Dəsmalı ver, dəyirman, bir də o sadə xəndək də neysə belə bir şey idi, tam yadımda qalmayıb. Və həmişə belə bunu qısa formada yadda saxlaya bilərsiniz. 25. Səhv fikri seçin. Dastanlar aşıq yaradıcılığının məhsuludur. Bəli. Məşhət nağılları həyatda baş verən real hadisələr təsvir olunur. Bəli. Əfsanələrdə həyata əks etdirmə üsulu kimi təhkiyələrdən də istifadə olunur. Düzdür. Nağıllar mövzu məzmun baxımına görə 4 yerə bölünür. Xeyr, nağıllar 3 yerə bölünür. Yanıltmacılar epik növün səs oyunu üzərində qurulan janrıdır. Düzdür.
26-cı suala baxaq. Elervin diaqramında oxşar hissədə qeyd oluna bilər. Astiaq və qodu-qodu. Astiaq bilirik ki, rəvayətdir. Qodu-qodu isə nəğmədir. Qodu-qodunu gördünmü? Qoduya salam verdinmi? Qodu buradan keçəndə qırmızı günü gördüm. Nəsə belə bir nəğmədir. Bilirik ki, mövsüm nəğmələrinə aiddir. Gəlin baxaq, astiaq və qodu-qodunu müqayisə edək. Həyata əksələtdirmə üsulları ilə təhkiyə aparıcıdır. Xeyr, biri epik növ, rəvayət epik növdür. Burada təhkiyə əsasdır. Bu isə lirik növdür. Ona görə tamamilə uyğun gəlməz bu. Hər iki əsərdə, yəni birinə uyğun gələcək, birinə uyğun gəlməyəcək. Epik növə uyğun gələcək, təhkiyə, amma lirik növə yox. Hər iki əsərdə nəsrlə nəzm növbələşir. Xeyr, belə bir fikir yoxdur. Epik növün janrlarıdır. Rəvayət epik növün janrıdır, amma obisi yox. Hər ikisi xalq yaradıcılığının nümunəsidir. Bəli, hər ikisi xalq yaradıcılığının nümunəsidir. Lirik növün janrıdır. Xeyr, qodu-qodu lirik növdür, amma astiaq deyil. Klassedəki hansı fikir səhvdir? Folklor, bilirik ki, folklor, folk və lore sözlərindən xalq hikməti deməkdir. Konkret müəllifi olmur, bəli. Həyata əksəriyyətimə baxımdan 3 növə, lirik, epik, dramatik növə bölünür. Lirik, epik, folklor nümunələri çox yayılmışdır. Deməli, düzdür. Mahnılar nisbətən gec yaranmışdır, düzdür. Məsələlər bitkin fikir var edir. Xeyr, dedik ki, atalar sözləri bitkinlik olsa da, məsələlərdə bitkinlik yoxdur. Çünki məsələlərin arxasında bir müəyyən bir əhvalat, hadisə dayanır.